Suluqdur. Hansı sərhəd? Bizim sərhəddən İran sərhəddir. Adam çoxdur. Yox, yəni Astara sərhədi yoxsa Biləsi var? Biləsi var sərhəddə. Və mən orada bu saat həmin adam bizim hərbi komissarlarda işləyir, Masallıda. Həmin oğlan. Hərbiçi idi. Mənim oğlumla oxumuşdu. Mənim oğlumla işləmişdi hərbidə. Mən ona dedim, oğlum, bu nə məsələdir? Burada 50-60 dənə KAMAZ maşını bizim tərəfdə qalıb. İran tərəfləri də o tirlərdən qalmışdı neçəsi. Bu oğlan mənə belə dedi ki, dedi, ağa, dedim, nədir? Dedi, silah maşınlarıdır bunlar. Silah gətirib İranlılar bizə. Silah kömək üçün. Kömək üçün. İndi biz bunlara yükləyəcəyik, aparacaqlar. Dedim, əlhamdülillah, ilahı şükür sənə. Dedim, hər erməni üçün gərək İran bizə 10 dənə güllə versin. Hər erməninin başı üçün. Sonra oğlan dedi, verib. Və bu saat oğlan hərbi komissarlıqda, Masallıda işləyir. Bəli. Bəli, ondan mən soruşmuşum. Bu bir, çoxlu köməkliklər olub. Allah da bilir, bilənlər də bilir. Axşamınız xeyrən yeni Tarix Ensiklopediyası efirdədir. Bugün Naxçıvan Muxtar Respublikasından danışacağıq. Daha doğrusu Naxçıvan Muxtar Respublikasının blokadaya alınmasının tarixini araşdıracağıq. Ona görə də mən əvvəlcə qonaqlarımızı təqdim edirəm. Eldar İbrahimov. Mənim şahidəm, Dünyamin dedi. Biz axşam çağı gözləyirdik ki, Naxçıvanda, vağzalda çörək zavoduna İrandan çörək gələcək, cəmaət keçsin, çörək alsın. Heydər Əliyev İranla əlaqələri bərpa eləyəndən sonra Naxçıvanın 350 min əhalisi o vaxtları demək İranın bizə göndərdiyi demək yardımlarla Naxçıvan yaşadı. Bəs Azərbaycan haradaydı? Azərbaycan bu şey şərait yaratmışdı. Ona görə bu insanlar bilməlidir Azərbaycan. Erməni düşmanını başa düşürük. Erməni yolumuzu kəsib plakadadayıq. İndi necə oldu ki, bəli, Heydər Əliyev, mən bayaq ona toxundum. 92-ci ildən hakimiyyətə gəldikdən sonra, yəni 91-ci ilin 3 sentyabrından sonra demək, Azərbaycanla heç bir əlaqə yoxdur və biz də blokadada çox ağır gərgin vəziyyətdə yaşayırdıq. Heydər Əliyev ancaq və ancaq demək, Rəfsəncənin öz təyyarəsini göndərdi, Heydər Əliyev ancaq İrana getdi. Müqavilələr bağladı, siz şahidsiniz. Sonra Mais müəllim bu müqavilələrin bağlanan yerindən bir balaca danışsın, sonra qayıdaq sizə. Söhbətimizdən ayrılmayaq. Buyurun Mais müəllim, xatırlayaq. Rəfsəncəni göndərmişdi samolyot Boeing, balaca Boeing. Mənə axşam zəng gəldi. Heydər Əliyev dedi ki, sabah səhər burada ol. Mən də bilməmişəm nədir. Getdik operatorla, dedilər, yox, dedi, pasport da götürür. Götürdü, gəldi, uçduq. 3 gün